Aylıq maaşla işləyən və pensiya alan şəxslərin nəzərinə çox maraqlı məsləhətlər veriblər. Elə bil ayda 5000 pensiya alırlar və bu pensiyadan necə istifadə etməlidirlər və yaxud da ki, əmək haqqı alanlar bunlardan necə istifadə etməlidir? Ehtiyac yoxdur məsləhətə, tövsiyə. Çünki bu maaşdan o maaşa paranı çatdırmaq olmur. Maliyyə idarəçiliyi həyat keyfiyyətinizi yaxşılaşdırmaq və maddi stabillik əldə etmək üçün vacibdir. Məsləhət verirlər. Təbii ki, mən də istirahət edirəm bizim mediaya. Pulu düzgün idarə etmək üçün aşağıdakı əsas prinsipləri tətbiq edə bilərsiniz. Məsləhət veriblər, tövsiyə ediblər. Pensiya və əmək haqqı aşağı olan vətəndaşlara birinci büdcə qurun və xərclərinizi izləyin. Hər ay gəlir və xərclərinizi qeyd edin. Zəruri qida, kirayə, kommunal və lüks əyləncə, geyim, restoran xərclərinizi ayırın. Əzizlərim, necə lüks həyat, əyləncə, geyim, restoran? Bunlar yoxdur axı. Gəlirinizdən daha az xərcləyin, lazımsız xərclərdən çəkinin, endirim və kampaniyalardan ağıllı istifadə edin. Kredit kartı borclarınızı vaxtında ödəyin ki, faiz ödəməyəsiniz. Üçüncü, yığım və ehtiyat fondu yaradın. Hər ay gəlirinizin ən azı 10-20%-ni yığıma ayırın. 3-6 aylıq ehtiyat fondu yaradın ki, gözlənilməz xərclər zamanı maddi çətinlik çəkməyəsiniz. Əzizlərim, 220 manat yaşa görə insanlar pensiya alır da, qocalıq pensiyası. O 220 manat necə lüks həyat yaşamaq olar, necə büdcə ayırmaq olar, ora hər ay pul qoymaq olar, necə restorana getmək olar. Maraqlıdır da, bunlar qeyri-mümkündür, amma burada deyirlər ki, mütləq qazandığınızın, gəldiyiniz pulları istifadə edin. Borcları idarə edin və kreditlərə nəzarət edin. Borc almadan əvvəl real ehtiyac olub-olmadığını düşünün. Yüksək faizli kreditlərdən qaçın. Mövcud borclarınızı tez bir zamanda ödəməyə çalışın. Narahat olmayın. Əgər 220 manatla kredit götürən vətəndaş varsa, yaşla bağlı pensiyaya çıxan vətəndaş və yaxud da az maaşla işləyən vətəndaş varsa, bankdan kredit götürübsə, heç məsləhətə ehtiyac yoxdur. Bank özü bilir ki, ondan o pulu necə alacaq. Elə də gözəl alır ki, heç vətəndaşı ruhu da incimir. Ona görə də mən düşünürəm ki, ehtiyac yoxdur. Burada biri də var ki, pulunuzu düzgün dəyərləndirin. Pulu yalnız maddi dəyərlər üçün deyil, həyat keyfiyyətinizi artırmaq üçün istifadə edin. Xeyriyyə işlərinə və öz inkişafınıza yardım edin. Pulu düzgün idarə etmək sizi yalnız maliyyə cəhətdən rahat etməyəcək, həm də stressdən azad olmağa kömək edəcək. Təsəvvürə gətirin ki, 220 manat pensiya yaşa görə pensiya alan insanlara tövsiyə olunur ki, həm də xeyriyyə işlərinə bu puldan istifadə edin. Mən heç bir tövsiyə etmirəm.